Rəsulzadə xatirələri. Hazırlayan Dilqəm Əhməd. Kitabda Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və ailəsi haqqında xatirələr toplanıb. Həmdini ilk dəfə orada gördüm. Əməkdaş haqqında. Həmdi bəyi itirdik. İslamiyyə binasının altındakı Yıldırım mağazasının arxa dükanına sığışan açıq söz idarəsini xatırladım. Həmdini ilk dəfə orada gördüm. O, Batumdan yoxsa Tiflisdən yeni gəlmişdi, dərhal anlaşdıq. Ruhumuza aşina və çox möhtac olduğumuz xüsusiyyətə malik bir arkadaş bulduq. Açıq sözün çıxar-çıxmaz gürcü qonşularımız arasında mətbuatda əks-səda oyandıra bilməsi ancaq Həmdi bəyə sayəsində olmuşdu. Onun İstiqlal qəzetindəki məfkurəçilik rolu da unudulmaz. İstiqlal qəzetəsinin başlığı altındakı insanlara hürriyyət, millətlərə müsavat şüarı ilk bulub tövsiyə edən odur. Qafqazdakı müsəlman hərəkatına Bakının ötədən bəri mərkəz olduğu məlumdur. Həmdinin Batumdan Bakıya çəkən cazibə də bu idi. Sonra ümmət dövrünə aid təsəvvürlər, millət dövrünə aid xüsusiyyətlərə mövqeyini tərk eləmiş, Bakı Azərbaycan türkçülüyünün mehrabı olmuşdu. Bu dövrdə məfkurəni bir tərəfdən dini İslamçılıq, digər tərəfdən Rus demokrasisi miqyasında sosialistlik olan bəzi münəvvərlər müsavatın türkçülüyündən və Azərbaycan şüarının elanından diksinmiş ikən Əhməd Həmdi bu məfkurəni mənimsəmiş və İstiqlal qəzetinin məsul bir mühərriri olacaq qədər bu qayəyə isinmişdir. Sonra Həmdi ilə Şeymdə, Şuray Millidə, Məbusanda bərabər bulunmuş bütün bu müəssisələrində kəndisini disiplinə tabe olan bir firqə adamı olduğunu əmsalı ilə müşahidə etmişəm. Mühacirətdə də Həmdi həmdiliyində qalmışdır. Onun İstanbul mətbuatı vasitəsilə Azərbaycan davasına aid nəşr etdirdiyi məqalələr Azərbaycan davasına məxsus nəşr vasitələrinin mövcud olmadığı bir zamanda vuku bulur. Həmdinin çox ağır günləri və ehtiyac içində yaşadığını bilirdim. Bu ehtiyacına rəğmən möhtac axtarışlar üçün iyanə toplandığı zamanda kəndisini şayani əmsal bir surətdə digərlərinə nümunə olduğunu xatırlayırdım. Həmdi milli hökumət zamanında hökumət və ya məbusən üzvlüyündə olub. İstila üzərinə mücadiləni davam etdirmək məqsədi ilə xaricə çıxan Azərbaycan milliyyətçilərinin həyatı tərk etmiş ilk qurbanıdır. Əziz arkadaşım, qiymətdar vətəndaşımızın və sevimli əməkdaşın bu fəci vəfatı qarşısında duyduğum təəssür, əziz əməllərinə qovuşmayıb kamsız ölən yaxın bir qardaş haqqında duyulan acı təəssürdür. Bu təəssür yalnız mənim deyil, Həmdini tanıyan bütün arkadaşlarındır. Bu təəssür izalə deyil, yalnız telafi edəcək bir şey varsa, o da Həmdinin təqdis etdiyi ideala sədaqət və fərağətlə xidmətdir. Azərtürk 20-ci sayı 1928-ci il. Mustafa bəy bu eşqin qurbanı olur. Mərhum Çokayoğlu üçün. Türkistanlı qardaşımız mərhum Mustafa Çokayoğlu'nun xatirəsini anmaq məqsədi ilə çıxartdıqları əsər üçün bizdən bir yazı istədilər. Bu müraciət mərhum haqqındakı xatirəmizi yeniləmiş oldu. İlk görüşümüz Bakıda baş tutmuşdu. Türkistan muxtariyyətinin bolşeviklər tərəfindən işğal edildiyi günlərdir. Bu muxtariyyət hökumətinin öncə xarici İşlər naziri, sonra isə baş naziri olan Mustafa Çokayoğlu Rus əsərlərindən sosial revolusyoner Çaykin ilə bərabər qırmızı təqibatdan qaçaraq Qafqaza gəlmiş, bir müddət Bakıda olmuşdu. Milli Azərbaycan Cümhuriyyətinin mövcud olduğu günlərdə idi. Mərhum həm Cümhuriyyətin öndə gələnləri ilə təmas qurur, həm də Çaykin ilə bərabər təşkil etdiyi mətbuat konfransı vasitəsilə Türkistandakı faciə və zülmlər haqqında əfkar-ı ümumiyyəni aydınlatırdı. Mərhumla ikinci dəfə Parisdə görüşdü 1921-ci ildə. Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən istila edilməsi üzərinə sürgündə olduğu Moskvadan qaçaraq Finlandiya yolu ilə Almaniyaya gəlmiş, burada da Fransaya keçmişdim. Dostlarımdan Çokayoğlu'nun Parisdə olduğunu öyrəndim. Adresini bilən Azərbaycanlı bir yoldaşla birlikdə
Onu ziyarətə getdim. Bizi hərarətlə qarşıladı. Əlindəki iş üçün üzr istəyirdi. Kartof təmizləməklə məşğuldu. Yaşadıkları pansionatın müştərilərinə günorta yeməyi hazırlamaq üçün rəfiqəsinə yardım edirdi. Bu mənzərə Çokayın nə xarakterdə, dözümlü bir adam olduğunu göstərir, üstümüzdə təsir yaradırdı. Sonralar mərhumla görüşlərimiz sıxlaşdı. Təmaslarımız və bərabər çalışmalarımız davam etdi. Türkistanın bu çalışqan oğlu Yaş Türkistanın naşiri və baş yazarı ünvanı ilə Türkistan İstiqlal davasının bir nümayəndəsi olaraq Rusiyadan ayrılmaq əzmi ilə çalışan milli zümrələr arasında önəmli bir yer tutdu. Sadəcə bu nəşriyyatı ilə deyil, o millətlər arası sahədə də başarılı yayınları və demarşları ilə Türkistan məsələsinin əzmi və səbatla müdafiə etdi və beləliklə həm özünə, həm də Türkistan davasına həqiqi dostlar qazandırdı. Mərhum Çokayoğlu'nun bu istiqamətdəki yılmaz və yorulmaz fəaliyyəti içərisində də əks-səda doğurdu. Türkistanda yaşayan istiqlalçılıq hərəkatına bolşeviklər Çokayçılıq adını taxmaqda gecikmədilər. Qırmızı bolşevik mətbuatı ilə yaş Türkistançılar arasında aparılan münaqişə xaricdəki nəşriyyat ilə içəridəki hərəkatın mənən bir-biri ilə bağlılığını meydana çıxardı. Mustafa bəyin vaxtsız ölümünü nəticələndirən faciə hadisə mərhumun şəxsiyyətini yoğuran ünsürlər arasında olan bu bağlılığın dəyərini göstərmək baxımından xüsusilə önəmlidir. İkinci Dünya Savaşı başlamış, Sovet Rusiyası ilə Hitler Almaniyası bir-birinə girmiş və milyonlarca Rus əskəri Almanlara əsir düşmüşdü. Bu əsirlər arasında 10 minlərlə Türkistanlı mövcud olduğunu və bunların əsirlərə tətbiq olunan pis rəftara eyni şəkildə məruz qaldıqlarını xəbər alan mərhum Berlinə gəlincə, dayanmadan həmin yurttaşlarının yanına qaçır və bu əsnada göstərdiyi istiqanlıqla hər cür ehtiyat tədbirlərini ehmal edərək əsir düşərgələrinə gedir. Yurduna və yurttaşlarına qarşı bəslədiyi bir eşqlə o fəlakzadə qardaşları ilə qucaqlaşır. Mustafa bəy bu eşqin qurbanı olur. Tifə yoluxaraq gözlərini həmişəlik qapayır. 1942-ci ildə Berlinə gəldiyi zaman bu fəci ölümün təfsilatını üzüntü ilə öyrənmiş, taleyinin tərs cilvəsinə ciddi acıyan Türkistanlıların kədərlərinə şahid olmuşdum. Böyük acıyı Türkistanlı qardaşlarımızla biz Azərilər də yaşayır, onların ələmlərinə candan iştirak edirik. Mustafa bəyin Parisdə 28 may Azərbaycan İstiqlal Günü münasibətilə keçirilən bir törəndə söylədiyi nitq xatirimdədir. Mərhum Xəzər dənizi biz Türkistanlıları Azərbaycanlılardan ayırmaz, əksinə birləşdirər deyir, çünki su ən yaxşı naqildir deyə bu fikri izah edirdi. Bizi bir-birimizə birləşdirən naqil su bu qovuşmanın ən qüvvətli lehimini təşkil edən kültür ortaqlığının bir rəmzidir. Mərhum Xəzərin naqilliyindən bəhs edərkən şübhəsiz bu ortaqlığı nəzərdə tuturdu. Ortaq dəyərlərə qiymət verən böyük itki bu dəyərlərə ortaq olan qardaş millətlər üçün ortaq bir itkidir. Türkistanlı qardaşlarımızın bu səbəbdən hiss etdikləri üzüntülərinə bütün qəlbimizlə iştirak edirik. Təsəllimiz qurban olduğu Türkistan davasının ölməzliyidir. Qaynaq Rəsulzadə, Çokay oğlu mərhum üçün Türkistan Milli Hərəkat və Mustafa Çokay, İstanbul 1950-ci il. Fətəli bəyliyə uğur arzu edərək fəaliyyətdən çəkildim. 1943-cü il idi. İkinci Dünya müharibəsi əsnasında Almaniya Xarici İşlər Nazirliyinin nümayəndələrindən Qraf von Schulenberg sonralar Hitlerə edilən sui-qəsd işi ilə bağlı olaraq edam edilən dəvəti üzrə Berlində idik. Milli Azərbaycan Komitəsi təşəkkül etmişdi. Bu komitə Milli Azərbaycan mübarizəsinin əsaslarını Almaniya mövqelərinə qəbul etdirmək üçün fəaliyyətə keçmişdi. Bu sırada Ostministerium adlanan işğal altındakı Şərq məmləkətləri Nazirliyində özəl şöbə müdiri olan Professor von Mende vasitəsilə cəbhədən 8 may tarixli bir məktub aldım. Tarixi bir sənəd mahiyyətini daşıyan bu məktubun əsli ruscadır. Mətninin tərcüməsini eynilə oxuyuram. Mərhaba, çox möhtərəm Məhəmməd Əmin. Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan sizi cəbhədəki bütün əskərlərimiz namına salamlayıram.
Məmnunluqla sizə bildirməliyəm ki, vətəndaşlarımız yurdumuzun hürriyyəti və böyük Almaniya uğrundakı mücadilədə cəbhədə böyük başarılar qazanırlar və bənzərsiz qəhrəmanlıqları ilə millətimizin şərəf və heysiyyətini əlçatmaz bir səviyyəyə ucaldırlar. Cəbhəmizdə 2 dəfə gəlmiş general Konrad bizdən heyranlıqla bəhs edirdi. General Köstringdən təbrik məktubu aldım. General Feldmarşal Kleist taburumuza xitabən özəl bir gündəlik əmri vardır. Ağır səfər və hərbi hərəkatdan sonra biraz istirahət edib yeni savaşlara hazırlanırıq. Taburumuzun döyüş qabiliyyəti baş komandanlığın yüksək tədbirlərinə nail olmuş. Əskərlərimizlə komandanlarımız infanteriya Sturmabzeichen medalları ilə təltif edilmişdilər. Qəzetimizdə Milli Azərbaycan Komitəsinin təşkil olunduğunu oxudum. Bu məni çox sevindirir. Biz cəbhədəki əskərlər şübhə etmirik ki, Milli Komitəmizin üzvləri arasında hamımız tərəfindən sevilən legionumuzun qurucusu Babayev Beytullah da olacaqdır. Biz irəlidə də millətimizin hürriyyəti və böyük Almaniya uğrunda fədakarcasına döyüşəcəyik. Cəbhədəki əskərlərdən sizə salam, sizə yaxşı səhhətlər dinləyirəm. Sizin Düdənginski Fətəlibəyli. Məktubda adı keçən Beytullah legionerlərdən məni görməyə gələn ilk şəxsdir. İndi Amerikadadır. Sonrakı ziyarətlərinin birində Beytullah mərhum mayorla birlikdə gəldilər. Hərarətli və anlayışlı bir əskərlə qarşılaşmışdım. Milli mübarizənin əsaslarını və mücadilə kadrosunun proqramını məndən eşitmiş, məmnun olmuşdu. Milli Azərbaycan Komitəsi nasist Almaniya mövqelərinə məramını izah edə bilmədi. Hitler Keine komite, heç bir komitə istəmirəm demiş, təşkil olunan milli legionlarla ordu qərargahı arasında rabitə vəzifəsini həyata keçirən məhdud və müəyyən işlərlə vəzifəli rabitə heyətləri qurulmasını əmr etmişdi. Azərbaycan rabitə heyətinin başına da mərhum Fətəlibəyli gətirilmişdi. İş bu şəkil alınca mayor Fətəlibəyliyə uğurlar arzu edərək fəaliyyət sahəsindən çəkilmiş, milli əsaslarımıza sadiq qaldığı müddətcə onu mənən dəstəkləyəcəyimizi vəd etmişdi. Mərhum üzərinə götürdüyü vəzifəsinin icrasına başlayarkən irtibah heyətinin yanında bir təbliğat təşkilat da vücuda gətirmiş, bu məqsədlə 6 noyabr 1943-cü ildə Berlində bir qurultay çağırmışdı. Qurultayın Fətələbəylinin raporu üzərinə qəbul etdiyi qərarın surəti milli ana prinsiplərə uyğun bir şəkildə qələmə alınmışdı. Buxarestdə idi. Almanlar hər gün biraz daha geri çəkilir. Özləri ilə bərabər bizlərdən də bir çox qaçqın Buxarestə gəlirdi. Onlardan biri indi adını xatırlamadığım Bakılı bir yurttaş. Don həvalisində Almanlar tərəfindən kiçik bir qəsəbənin bələdiyyə sədrliyinə təyin edilmişdi. Bir gün Düdənginski Fətəlibəyli qırmızı ordudan təslim olan bir neçə Azərbaycan əskərini onun yanına gətirmiş, yaxşı baxılmasını tövsiyə etmişdi. Bələdiyyə sədri onunla rusca danışmaq istəyincə o, yahu ikimiz də Azərbaycanlıyıq, öz dilimizdə danışaq demiş və sonra ruslardan qurtulduğumuz kimi Almanlardan da azədə özümüzü idarə etməliyik söyləmişdi. Qaynaq Fəthalı Bəylinin qətli münasibəti ilə Rəsulzadənin nutqu. Azərbaycan jurnalı sayı 33 1954-cü il. Rəsulzadə barəsində xatirələr. Nağı bəy Şeyx zamanlı. Nəsib bəy tez-tez Bakıya gedərək Əmin bəylə görüşürdü. 1905-ci ilin inqilabı rüzgar kimi gəlib keçmişdi. Çar idarəçiliyinə qarşı istiqlal mücadiləmiz sürətli şəkildə davam edirdi. Azərbaycan xalqının hər sinifdə istiqlal hərəkatına qarşı rəğbət gözə çarpmaqda idi. Bu böyük mücadilə 2 mərkəzdən idarə edilirdi. Bakıda çap olunan türkcə və rusca qəzetlər, həftəlik və aylıq jurnallar milli mübarizəmizi yürüdürdülər. İstər say, istərsə də yetkinliyi etibarilə Rusiyadakı məhkum millətlər arasındakı bu dərəcədə nəşriyyata nadirən rast gəlinirdi. Mübarizəmizi mətbuatda istiqamətləndirən Rəsulzadə eyni zamanda Bakıdakı xeyriyyə və maarif cəmiyyətlərinin bir qismini və yeraltı təşkilatını idarə edirdi. İkinci hərəkat mərkəzimiz Gəncə idi. Onun mərhum Nəsib bəy Yusufbəyli idarə edirdi.
Nəsib bəy tez-tez Bakıya gedərək Əmin bəylə görüşür, hər iki mərkəzin fəaliyyətləri haqqında bir-birinə məlumat verirdilər. Nəsib bəy Gəncəyə qayıtdığı zaman bizləri də məlumatlandırırdı. 1916-cı ilin əvvəllərində Nəsib bəy Əmin bəyin Gəncəyə gələcəyi müjdə verdi. Əmin bəyi Bakı mətbuatından və oradakı fəaliyyətindən hamımız tanıyırdıq, ancaq görüşmək nəsib olmamışdı. Əmin bəyin Gəncəyə gəldiyi günün axşamı şəhər klubunda böyük bir ziyafət verildi. Orada onunla tanış oldum. Ertəsi günü Nəsib bəy Əmin bəyi məhəlli cəmiyyətlərinə apardı. Növbə Dram Cəmiyyəti pərdəsi altında fəaliyyət göstərən yeraltı siyasi təşkilata gəlmişdi. Axşam saat 7-də Əmin bəylə Nəsib bəy təşkilatımıza gəldilər. Təşkilatın üzvü olan bir neçə yoldaşın da orada olmasını təmin etmişdim. Onları təşkilatın rəisi ünvanı ilə Əmin bəyə təqdim etdim. Gec saatlara qədər gərəkli hər cür izahatları ona verdi. Əmin bəy fəaliyyətimizdən çox məmnun olduğunu söyləyərək bizləri təbrik etdi. Bu müştərək çalışmalarımızın yaxşı bir mükafatı idi ki, 28 may 1918-ci ildə Azərbaycanın istiqlaliyyətinin elanı mümkün oldu. Arı kimi çalışaraq hər nöqsanımızı tamamlamaqla yanaşı dünya dövlətlərinə də istiqlalımızı tanıda bildik. Millət olaraq məsud bir həyat yaşayarkən təəssüf ki, Azərbaycan bütün torpaqlarından saysız hesabsız şəhidlər, qurbanlar verərək çıxardıb atdığımız əzəli və əbədi düşmənlərimiz Ruslar bu səfər qırmızı rəngə boyanaraq saxta və zərli şüarlarla və var qüvvəti ilə hüdudumuza hücum etdilər. 27 aprel 1920-ci ildə ölkəmizi işğal edərək müstəqil dövlət kimi yaşamağımıza son qoydular. Bu məşum hadisədən sonra Əmin və Nəsib bəylər azad dünyaya çıxmağa qərar verdilər. Əmin bəy xaricə çıxmağa müvəffəq ola bildi. Nəsib bəy isə hürriyyət dünyasına çıxa bilmədi və yolda məhçur bir qəzaya qurban getdi. Əmin bəy Azərbaycan istiqlal mübarizəsi ətrafına yığdığı fikir və savaş yoldaşları ilə birlikdə davam etdirmiş, nəşriyyat, beynəlxalq qurumlara təqdim etdiyi memorandumlar və fürsət tapdıqca azad dünyanın hər bucağında oxuduğu mühazirələrlə milli savaşımızı cahan şümul bir mübarizə mərtəbəsinə çıxarmışdı. Qaynaq Azərbaycan dərgisi sayı 60, 1957-ci il.